Salam, hər birinizi xoş gördük, əziz müəllimlər və abituriyentlər. Ekranda gördüyünüz suallar dünən, yəni 15 fevral 2026-cı ildə OTK tərəfindən təşkil olunmuş 10-cu siniflər üçün nəzərdə tutulan biologiya suallarıdır. Mən başa düşürəm ki, mən bir qədər gecikmişəm. Lakin yenə bəlkə müəllimlərə və yaxud işləməyən abituriyentlərə maraqlı olar deyə sualların izahını vermək istəyirəm. Suallara isə izah vermək istəyirəm mən, Şəlalə İbrahimova. Beləliklə, suallara keçməmişdən əvvəl mən sualları mənə göndərən bir abituriyentə təşəkkürümü bildirirəm. Bu isə onun göndərdiyi sual kitabçası deyil, hazır PDF-dir. Bu PDF-i mənə göndərən Hüseyin müəllimə də dərin təşəkkürümü bildirirəm. Gəlin suallara baxaq. Beləliklə, birinci sual barədə fikirlərimizi deyək. Əlverişsiz şəraitdə şirin su hidrasının bədənində neçə növ hüceyrəyə rast gəlmək olar? Və mühitin əlverişsiz olduğunu bizim üçün altından xətt çəkirik ki, mühit əlverişsiz idi. Beləliklə, hidranın daxili qat hüceyrələrində iki növ həzm hüceyrələri var, bir də demək qamçılı həzm hüceyrələri var idi, bir də daxildə vəzli hüceyrələr var idi. Onların sayı dəyişmir. Mühit əlverişsiz olduğuna görə dalayıcı hüceyrələr, dəri əzələ hüceyrələri, aralıq hüceyrələr və sinir hüceyrələri 4 və əlverişsiz olduğuna görə yumurta hüceyrə və spermatozoid də əmələ gəlir və xaricdən 6 hüceyrə müxtəlifliyi saymaq olar. Ümumilikdə hidranın neçə növ hüceyrəsinə rast gəlinir deyirsə, biz 8 götürəcəyik. Hansı heyvanlarda gəlsəmə qapaqlarını hərəkət elətdirən əzələ ola bilməz? Belə bir heyvan axtarıramsa, gəlsəmə qapaqlarını hərəkət elətdirən əzələ olmasın. Demək, gəlsəmə qapağı olmamalıdır. Suala belə yanaşaq. Gəlsəmə qapağı yoxdursa, mən demək, sümüklü balıq götürməməliyəm. Mən qığırdaqlı balıq götürməliyəm. Baxın, qılınc balıqdır, qarabel siyənəkdir, qaya balığı, bölgə balığı. Bunlar sümüklü balıqların nümayəndələridir. Mən isə qığırdaqlı balıq götürüm ki, onun nə gəlsəmə qapağı olsun, nə də elə gəlsəmə qapağını hərəkət elətdirən bir əzəliyə onun ehtiyacı olsun. Üçüncü suala baxırıq. Hansı fizioloji prosesləri adi amöbə aid etmək mümkün deyil? Xatırlayırıq, adi amöb bir hüceyrəli heyvandır və şirin sularda yaşayan da var, duzlu sularda yaşayan, okean və ya dəniz bir hüceyrəlisi də var. Son parçalanma məhsullarının bədəndən xaric olunması, maddələr mübadiləsi baş verirsə, sözsüz ki, bədəndən də xaric edəcəkdir son parçalanma məhsullarını. Əgər canlıdırsa, qıcığı cavab vermə qabiliyyəti də olacaq. Xatırlayaq ki, bir hüceyrəlilərin qıcığa cavab reaksiyası taksis adlanır. Amma cinsi hüceyrə əmələ gətirmək qabiliyyəti yox idi. Amöb istənilən istiqamətdə mitoz yolla bölünürdü. Ona görə mən C bəndini amöbə aid eləmirəm. Hansı sırada bitkilərin kasa yarpaqlarının sayı erkəkciklərin sayından 2 dəfə azdır? Deməli, mən bunun üçün paxlalılar fəsiləsinin düsturunu yadına salmalıyam. Gəlin baxaq, paxlalılar fəsiləsi K5, L5, Y10 və D1 olsun. Beləliklə, suala bir də yaxaq. Kasa yarpaqlarının sayı erkəkciklərin sayından 2 dəfə az olsun. Bəli. İstənilən şərt bu düsturla ödənilir. Beləliklə, mən seçməliyəm paxlalılar fəsiləsinin nümayəndəsini. Baxın, burada astra var deyə mən onu seçə bilmirəm. Amma C bəndində burada da soğan var. Soğan, sarımsaq, zambaqlar fəsiləsinin nümayəndələridir. Yonca, akasiya, mərci və yer fındığını isə mən seçə bilərəm. Şəkildəki heyvanlara baxaq və onları birləşdirən ən kiçik sistematik vahidi tapaq. Beləliklə, mən şəkildə qurbağa görürəm və daraqlı triton görürəm. Və onlar, biri quyruqlular dəstəsinin nümayəndəsidir, digəri isə quyruqsuzlar. Hər ikisi suda qurda yaşayandır. Dəstələr harda birləşər? Növ, cins, fəsilə, dəstələr sinifdə birləşər. Mən sinif olaraq A bəndini seçmiş oldum, çünki məndən ən kiçik sistematik vahid istəmişdi. Növbəti suala keçək. Xanı balığıdır və tipin bütün nümayəndələri üçün xarakter xüsusiyyət söylüyor. Xanı balığı xordallar tipidir və mən xordallar tipinə aid doğru ifadələri seçməliyəm və qeyd eləməliyəm ki,
tipin bütün nümayəndələrində olsun. Bu əlamət ki, mən seçirəm. Onlar tipin bütün nümayəndələrində olmalıdır. Çox hüceyrəlilik, bəli. Hansı xordalların nümayəndəsini götürürsünüz, götürün. Hamısı çox hüceyrəlidir. 3 kameralı ürək götürə bilməzsiniz. Məsələn, quşlar və məməlilərdə 4 kameralı ürəkdir. Balıqlarda 2 kameralı ürəkdir. 2 qan dövranı biz bunu balıqlar üçün götürə bilmərik. Yəni, bütün xordallar dediyinə görə bəzilərində var, bəzilərində yoxdur. Bir qan dövranında balıqda var, digər onurğalılarda yoxdur. Borulu sinir sistemi bütün xordallarda var. Sidik hissəsi məsələn quşlarda yoxdur. Ona görə siz bunu götürə bilmərik. Fərdin inkişafında xordanın olması, bəli. Kloakanın olmasını götürə bilərikmi? Bütün hamısı üçün xeyr. Balıqlarda və ali məməlilərdə kloaka yoxdur. Beləliklə, hamısına aid olsun. Xordalların bütün nümayəndələri üçün xarakterik olsun. Mən seçdim 1, 5 və 7-ni. O isə mənə D variantında verilib. Və 7-ci suala keçirəm. 7-ci sualda X və Y-i müəyyən eləyin deyir. Qurdlardan söhbət gedir. Çünki burada əsas sahib və aralıq sahib anlayışı var. Əgər qurdun əsas sahibi it, aralıq sahibi insandırsa, demək bu dənəvər exnikokdur. Exnikok sözünü yazaq. Əgər qurdun əsas sahibi insan, aralıq sahibi öküz soliteridirsə, bu da demək olacaq, öküzdürsə, üzr istəyirəm, bu olacaq öküz soliterinin özü. Beləliklə, dənəvər exnikok və öküz soliteri mənə A variantında verilib. Burada bir balaca yazının üzərinə düşdüyünə görə bir balaca təmizlik işləri aparaq. Aha, baxın, artıq aydın görsənir. Davam eləyək. Əgər ilk dəfə süd vəzləri sürünənlərdə yaransaydı, əslində süd vəzləri harada yaranıb? Məməlilərdə. İndi şərti bizim üçün dəyişir, deyir ilk dəfə süd vəzləri sürünənlərdə yaransın. Onlarda göstərilən hansı əlamət əmələ gələrdi? Süd vəziləri ilə yanaşı hansı əlamət əmələ gələrdi? Tər vəzləri, bəli, bax bu əlamət doğru cavabdır, amma gəlin digərlərinə də baxaq. Daxili mayalanma, zaten süd vəzləri əmələ gəlməyib sürünənlərdə. Amma onlarda daxili mayalanma və diri bala doğma var. Məsələn, gürzə ilanları diri bala doğur. Yəni, sürünənlərdə bu əlamət var. Pulcuqlar onsuz da var. 4 kameralı ürək sürünənlərdə timsahda var. Yəni, onun üçün süd vəzlərinin əmələ gəlməsinə ehtiyac yoxdur. Uçma və üzmə qabiliyyəti onsuz da sürünənlər, su ilanından başqa üzmə qabiliyyəti yoxdur. Bəzən də timsahların üzmə qabiliyyəti ola bilər. Yəni, onun üçün süd vəzləri əmələ gəlməlidirmi? Xeyr. Yalnız ətcəbalalı quşları seçin. 9-cu sualda deyir. Ətcəbalalı quşlar balası zəif olur. Ana bir müddət onların qayğısına qalır. Cücəli quşlarda isə doğulandan 1-2 saat sonra anasının dalıyca qaçır. Beləliklə, ördəklər, qazlar, toyuqlar, qu quşları ev quşlarının əksəriyyəti cücəli quşlardır. Ona görə ev quşlarını çıxdıq. Göyərçinlər isə ətcə balalı quşlardır. Göyərçinlərdir, ağaçdələnlərdir. Bunlar ətcə balalı quşlardır. Göyərçinlərdə hansı sümüklər döş sümüyünə birləşir? Göyərçin quş olduğuna görə yadımıza salırıq ki, körpücük sümüklərinin döş sümüyünə birləşməsi yoxdur. Çünki körpücük sümüyü bir-birinə birləşir və çəngəl sümüyünə əmələ gətirir. Harda bir cavabı var, mən onları çıxıram. Döş fəqərələri gəlib birləşməz. Döş fəqərələri arxadadır, döş sümüyü öndə. 3 və 4 cavabını seçə bilərəmmi? Bəli. Qabırğalar və qarğa sümüyü bilavasitə döş sümüyünə birləşə bilər. Növbəti suallara baxaq. Suallar çox aydındır, maraqlı suallardır. Gəlin davam edək. Yəni, qeyri-müəyyən hələ ki bizdə heç bir şey görünmür. 15 dərəcə Selsi temperaturda aşağıda göstərilən hansı heyvanın bədən temperaturu 15-dən yuxarı ola bilməz? Mən bunun üçün sabit bədən temperaturu olan heyvan seçməyim. Sabit bədən temperaturu olan heyvan da quşlar və məməlilərdir. Gəlin onları çıxaq. Yexidna məməlidir, göyərçindir, itdir, quşdur. Göyərçin quşdur, it isə məməlidir. Koramal, kenguru isə məməlidir. Deməli, cavab olaraq nə qaldı? Ətraf mühitin temperaturu 15-dirsə, koramal da bir kərtənkələdir, sürünəndir və onun da bədən temperaturu 15-dən yuxarı ola bilməz. Sabit bədən temperaturu da yoxdur.
Ağ planarinin bədənində parenximanın roluna baxırıq. Tənəffüs prosesini tənzimləyir. Baxaq, ehtiyat qida maddəsi rolunu oynayırmı? Ağ planari ehtiyat qida maddəsini parenxima toplamırdı. Onun zaten bağırsağı var, udlağı var, qidalanır və oradan da həzm olunmayan təzdən analdan xaric olunur. Çoxalmada bədən parenxim iştirak eləyə bilərmi? Xeyr, onun xüsusi çoxalma orqanları var. Refleksin yaranmasında parenxim iştirak eləyə bilərmi? Refleksin yaranmasında çox hüceyrəli heyvandır. Parenxim hüceyrələr, reseptorlar orada ola bilər. Yəni, sütunvaride sinir sistemi var idi. Sinir sistemi də rol oynamalıdır. Tək parenxim olmaz. Həzm prosesini həyata keçirmək üçünsə onun xüsusi nəyi var? Tənəffüs orqanları həzm prosesini həyata keçirmək üçün onun xüsusi həzm orqanları var. Bağırsağı var, udlağı var. Bəs onda nə götürək biz? Tənəffüs prosesi ağ planaridə bütün bədən səthi ilə idi. Xüsusi tənəffüs orqanı yoxdur. Düşünürəm ki, B variantı daha məqsədə uyğundur. İfrazat prosesi həzm prosesi ilə əlaqəli olmayan canlılar. İfrazat prosesi həzm prosesi ilə əlaqəli olan canlılar bir, kloakası olanlardır, bir də həşəratlardır. Ev iti və parabizən. Burada həşərat olduğuna görə ifrazat prosesi həzm prosesi ilə əlaqəli olacaq. Yenə həşərat var burada. Göl qurbağası və kərtənkələ seçə bilərəmmi? Həşərat yoxdur. Göl qurbağasında kloak olduğuna görə ifrazat sistemi həzm sisteminə qarışacaq. Göyərçin götürsəm, kloakası var. Beləliklə, çay xərçəngində ifrazat sistemi bığcıqların dibindən kənara açılırdı. Həzm sistemi ilə əlaqəsi yox idi. Ev itinin də məməli olduğuna görə ifrazat və həzm sistemi ayrı-ayrıdır. Gəlin növbəti suala baxaq. Uyğunsuzluq var 14-cü sualda. Biz o uyğunsuzluğu tapmalıyıq. Hərəkət orqanlarının sayını verir və uyğunsuzluq. Anadontada hərəkət orqanları birdirmi? Bəli, tək ayağı var. Xaçlı hörümçəkdə hərəkət orqanı 8-dirmi? Bəli, 8 ayağı var. May böcəyində bəli, 4 qanadı var, 6 ayağı var. Göyərçində hərəkət orqanları 4-dürmü? Hərəkət orqanları 2 qanad, 2 dənə də ayaq götürsək, bəli, hərəkət orqanları göyərçində. Bəs ev milçəyində 4-dürmü? Xeyr. Ev milçəyinin 2 qanadı, 6 ayağı var və 8 olmalıydı, amma ev milçəyini 4-ə birləşdirib, Y bəndi isə mənə A-da verilib. Demək, 15-ci sualda mənə deyir ki, X-i müəyyən eləyin. Növün adı göyərçindir, ətrafındakı, kəş ki, burada göyərçin yox, çöl göyərçini yazılsaydı, çünki növün adı bir sözlə ifadə olunmur. Yenə də böyük bir xəta deyil, davam edək. Ətrafındakı barmaqların və caynaqların sayına baxırıq, bilmirik. Ürək kameraları 4 dənə olmalıdır heyvanda və bir heyvanda 6 dənə barmaq, 8 dənə də caynaq var. Beləliklə, ətraf və caynaqların cəmi 14 olmalıdır. Nə vaxt? Əgər 4 kameralı ürək götürərsənsə. Amma indi 12 dənə götürür. Deməli, heyvandan 3 dənə götürür. Və 14-ün, baxın, bu rəqəm 4, 12-dən 3 dəfə çoxdur. 14-ün də 3 dəfə artıraram. Olar 42. D bəndini götürmüş oldum. Göl qurbağasının ön ətraf çiyin qurşağı sümüklərinin sayı 7. Ev itinin ön ətraf çiyin qurşağı sümüklərindən, ev itində də nədir? 2 dənə kürək sümüyüdür. 2. Neçə ədəd çoxdur? 5 ədəd çoxdur. 17-ci sualda 2 sormaç var, qaraciyər sorusudur. 3 dodaq və anal dəlik var, askaritdir. 4 sormaç var. 4 sormaçdan yola çıxaraq və 3 bədən hissəsi var deyir. 4 sormaçdan yola çıxaraq bəzilərini ləğv edirəm. Qaraciyər sorusunda ləğv edirəm, 2 sormaç var. Nereiddə 4 dənə demək çıxıntı, 2 göz olmalıydı burada. Sormaçların olduğunu xatırlamıram. Öküz solitrində isə 4 sormacın olduğu var. Baş, boyun və buğumlardan ibarətli bədən 3 hissədən ibarət olduğu da burada öz əksini tapdı. Xanı balığının onurğa skeletində maksimum sayda fəqərəyə rast gəlinir. Maksimum deyirsə 42 götürüm. Və bu fəqərələrin 14-ü quyruq fəqərəsidir. Yaxşı, 14-ünü quyruq fəqərəsi olaraq dəyərləndirdim. Qabırğaların sayını istəyirsənsə 42-dən 14 çıxaram. Qalar 28. 28-i də vuraram 2-yə. Mənim hal-hazırda bu nümunəyə əsasən 56 qabırğası olan bir xanı balığıdır. Davam edirəm. Qabırğaların sayı 56.
Göl qurbağasının çiyin qurşağındakı cüt sümüklərin sayından. 2 kürək, 2 körpücü, 2 qarğa. Bunlar cüt sümüyüdür, bir döş sümüyü var. Yəni cüt sümüklər də 6-dır. Nə qədər çox olar? 56-dan da 6 çıxaram, 50 cavabı aldım. Verilən cədvələ əsasən hansı variantda verilən fikir doğru deyil? Cədvəldə doğru olmayan fikri tapaq. Əvvəlcə X, Y, Z hansı heyvan ola bilər onu ehtimal eləyək. X-in ürəyində 3 növ qan var. Ya sürünəndi, ya suda qurda yaşayandı. Və arteriya damarlarında 3 qarışıq qanı var. Ya sürünəndi, ya da suda qurda yaşayandı. X-a baxırıq. Göyərçin ola bilməz. Doğru fikirdir. Göyərçin ola bilməz. Çünki qarışıq qanı yoxdur axı. Baxın, ürəyində 3 növ qan, göyərçində yoxdur. Digər X-a baxaq. Triton ola bilər. Doğru fikirdir. Biz də yanlış axtarırıq. X-la bağlı fikirlər doğrudur. Y-də ürəyində bir növ qandır. Arterial qanı 2 növ, arteriyalarda qan növü 2, venalarda qan növü 1. Arteriyalarda deyəndə, yəni arteriya damarlarında nəzərdə tutur da. Y burada balıqdır. Y balıq ola bilər, bəli. Y balıq ola bilməz. Niyə? Y balıqda axı, niyə balıq ola bilməz? Yanlış fikir elə A bəndidir. Digər Z-i də oxuyaq və tam təsdiqimizi tapaq, sonra keçək 20-ci suala. Ürəkdə 2 növ qan var, arteriyada 2 növ, venada 2 növ. Bu ya quşdur, ya məməli. Z-ə baxırıq. Z balin ola bilərmi? Əlbəttə məməli olaraq biz onu ehtimalını nəzərdən keçirdik. Doğru fikirdir. Səhvi axtardığımıza görə A bəndi. Parazit qurtlar normal həyat dövriyyəsində əsas sahibin bədənini tərk eləyir. Əsas sahibin bədənində yetkin formada olduğuna görə əsas sahibin bədəni yumurta halında tərk eləyir. Baxın, elə yumurta mərhələsində tərk eləyir sözünü də seçmiş olduq. May böcəyinin ayaqlarındakı buğumların cəm sayı. May böcəyinin 6 ayağı var. Hər ayaq 5 hissədən ibarətdir. Xatırlayaq onu. Çanaq, burma, bud, baldır, pəncə. Beləliklə, may böcəyində 30 buğum var. Onun alt dodağında olan qolcuq sayı. 30 dənə dedim bədən hissəsi var, yəni ayaqlarının buğumları var. Qolcuqların sayını da şəkilə də baxaraq müəyyənləşdirə bilərsiniz ki, 4 dənədir. 30-u 4-ə bölərəm, 7.5 cavabını almış oldum. Saf qurtların hansı xüsusiyyəti onu yastı qurtlardan fərqləndirir? Nümunə gətirsək daha yaxşı xatırlayarıq, düzdürmü? Askaridi, ağ planaridən, qaraciyər sorucusundan nə fərqləndirər? İlk bədən boşluğu askaritdə var. Həlqəvəz əllərin olmağı, heç saf qurtlarda həlqəvəz ələ yoxdur ki, götürə bilmərik. Ayrı cinsiyyətlik, bəli, saf qurtlarda ayrı cinsiyyətlik var. İlk bədən boşluğu, bəli, B variantı doğrudur. Ayrı cinsiyyətlik və sormac yoxdur askaritdə. İlk bədən boşluğu hermafroditlik götürə bilmərik. Yenə burada da hermafroditlik var, götürə bilmərik, qaldı B variantı. Çovdarın çiçəklərində 60 ağızcıqlı dişicik var. Biz də bilirik ki, taxıllar fəsiləsində bir dişiciyin 2 ağızcığı olur. 60 ağızcıqlıdırsa 2-yə bölərəm, deməli mənim 30 çiçəyim var. Sonra bu çiçəkdə neçə bitişik çiçək strukturuna rast gəlinər? Xatırladığım qədərlə, demək, fəsilənin C2 üstə gələ 2 idi. Burada 2-nin biri mötərizədə idi, Y3 və D1, yəni erkəkcik və dişicik mötərizədə deyildi. Bundan yola çıxaraq təzdən 30-da 2-yə vuraram, 60 cavabını alaram. Əgər uyğunsuzluq varsa və yaxud siz başqa cür düşünürsünüzsə, buyurun kommentlərdə fikrinizi bildirin. Aşağıda göstərilən heyvanlarda olan sormaçların cəm sayını istəyir. Qaraciyər sorucusunda 2, askaritdə yoxdur, soxulcanda yoxdur və zəlidir, orada da 2, 2 üstə gələ 2, 4 olaraq götürə bilərik. Xatçəklər fəsiləsinə aid olsun, amma yabanı bitki olsun. Gül kələm mədənidir, vəzərək, bəli. Vəzəri götürə bilərəmmi? Xeyr, vəzəri mədəni bitkidir. Onu biz süfrəyə veriləndə istifadə edirik, əkirik, becəririk. Quduzotu yabanıdır, quş əppəyi yabanıdır. Deməli, götürdük 2, 3 və 5-i. Xatçəklər fəsiləsidir, özü də yabanı bitkidir. Növbəti suala keçirik. Toxumlu bitkiləri müəyyən eləyək. Yəni, bu artıq ya şam bitkisi olacaq, ya da örtül toxumlu bir bitki olacaq.
Baxın, dəniz kələmi götürə bilərəmmi, fikus götürə bilərəmmi, porfira götürə bilərəmmi, götürə bilmərəm. Yerdə qaldı sərv ağacı, bəli, toxumu var. Ginko, bəli, toxumu var. Tuya, çılpaq toxumluya aiddir. Deməli, mən götürə bilərəm 1, 5 və 6 variantlarını. Uyğunluğu müəyyən eləyək. Həşəratdır, hörümçəkdir, xərçəngdir və hər bir cümləni uyğun olaraq yerləşdirək. Həşəratlarımız 2 cüt bığcığı varsa, mən bunu xərçəngə aid eləyərəm. Bığcıqların olmamasını istəyirsə, hörümçəyə aid eləyərəm. Tənəffüs orqanı qəlsəmə istəyirsə, xərçəngə aid eləyərəm. Qanın qazlar mübadiləsində iştirak etməməsi istəyirsə, həşəratlara aid eləyərəm. İfrazat orqanı malpighi borulara pi cisimciyi istəyirsə, həşəratlara aid eləyərəm. Y bəndi. Beləliklə 1-ə D və E, 2-yə Bakı, B, 3-ə isə A və C bəndlərini uyğunlaşdırdıq. Vaxt gəldi, çatdı situasiyaya baxmağa, situasiyaya baxırıq. Müəllim Ulotrix yosunun tallomunu tədqiq eləyən zaman sap şəkilli olduğunu və bir cərgə düzülmüş çoxlu hüceyrələrdən ibarət olan aşağıda yerləşən hüceyrə vasitəsilə substrata birləşdiyini gördü. Yəni, söhbət Ulotrix yosunundan gedir. Mənə aşağıda A, B, C, D variantında ayrı-ayrı şərtlər verir. Gəlin baxaq. C variantında, C bölməsində, söhbət buradan gedir. Çoxalmada iştirak edən qamçı sayı ilə şəkildə təsvir edilmiş hüceyrə sayı hansı nisbətdədir? Deməli, C variantından yola çıxaraq deyirik, 20 ədəd spor əmələ gəlib. Bir ziqotdan 4 spor əmələ gəlirsə, 20 dənə spor üçün məndə 5 ziqot var. 5 ziqotun əmələ gəlməsində 10 dənə qamet birləşib. Amma məndə çoxalmada iştirak edən qamçı sayı ilə. Yəni, yəqin qametlərin qamçı sayını nəzərdə tutur. 10 qametdə çoxalmada iştirak edən qamçı sayı ilə nədir? Qametlərin qamçı sayı ilə olar. 10 qametdə 20 dənə qamçı sayı var. Yəni, 20. Şəkildə təsvir olunmuş hüceyrə sayı hansı nisbətdədir? Şəkilə baxaq. 1, 2, 3, 4, 5, 6, 7. Şəkilə əsasən mən 7 hüceyrə saydım. Onda 20 bölək 7. Say nisbətindədir. Verilən şəkilə və şərtə əsasən A bölməsində Ulotrix yosununda neçə ədəd nüvə olduğunu hesablayın. Situasiya barədə eyni fikirdə deyiləm. Dedim ki, suallar maraqlıdır, konkret suallardır. Mən necə düşünürəm? Düşünürəm ki, situasiyanın 1-ci, 2-ci, 3-cü bölmələri bir-biri ilə əlaqəli olmalıdır. Burada isə bir yosun verilir və ayrı-ayrı şərtlər. Hər şərt 2-ci şərtdən asılı deyil, 3-cü şərt 4-cüdən asılı deyil. Situasiyada bu prinsip pozulub. Yenə də baxaq situasiyaya. Situasiya biraz daha qarışıqdır. Amma yenə də baxaq. 5 ədəd rəngsiz hüceyrəsi olarsa, bu deməkdir ki, 5 dənə Ulotrix yosunu götürüblər. Çünki hər Ulotrix yosununda bir rəngsiz hüceyrə olmalıdır. Bir rəngsiz hüceyrə. Deməli, mənim 5 dənə Ulotrix yosunum var. Və deyir ki, A bölməsində Ulotrix yosununda neçə ədəd nüvə olduğunu hesablayın. Baxın, mən hər birində də 7 hüceyrə saydım. Bayaq ona görə 20 bölək 7 yazdım, düzdür? Mən nüvə istəyirəm. Bax, rəngsiz hüceyrələri saymıram. Zaten buradakı hüceyrələrin hamısı rənglidir. Mənim Xerex-dən gördüyüm budur. Bəlkə birinci hüceyrəni rəngsiz götürürsə, o ayrı. Beləliklə, məndə 35 nüvə sayıram. Neçə ədəd nüvə olduğunu hesablayın. Yenə deyirəm, mən Ulotrix'in kserokopiyasına əsasən orada 7 xromatoforlu hüceyrə görürəm. Ona görə 5 dənə də rəngsiz hüceyrə olmasından yola çıxaraq 5 bıraq 7, 35 kimi hesablayıram. Artıq 30-cu suala gəldik və burada 2 bəndin cəmini istəyir. B və D bəndinin cəmini hesablayın deyir. Təsvir olunan şəkildə nüvə və xromatoforların cəmi. Yaxşı, şəkil istəyir.
Bax görürsüz, artıq 29-30 ilə əlaqəli sual deyil. Əslində situasiyada bir növbəti sual ikincinin davamı olmalıdır. Təsvir olunan şəkildə nüvə və xromatoforların cəmi 7 hüceyrə olduğuna görə 7 dənə nüvə, 7 xromatofor. 14. 14'ü mən B ilə işarələyirəm. Və 14'ü seçdim B-yə. İndi D-ni də tapım, sonra bunları cəmləyim. 8 ədəd qamet iştirak edən zaman əmələ gələn ziqot sayı. 8 dənə qamet varsa, 4 dənə də sizin ziqotunuz var. Və bu da oldu nəyin? D-nin cavabı. 14'ün də üstünə mən 4 gələrəm. Bunun cəmi olar 18. Beləliklə biz dünən, yəni 15 fevralda olan 10-cu siniflər üçün nəzərdə tutulan OTK suallarına birlikdə izah verdik. Mənim fikrimlə, mənim izahımla razılaşmırsınızsa, buyurun mədəni bir şəkildə bir-birimizə qarşılıqlı hörmət edərək öz fikirlərinizi kommentlərdə bildirin. Hər birinizin fikri mənim üçün önəmlidir. Sağ olun, təşəkkür edirəm.